Bir daha salam. Videoya sonacan baxan şagirdlər deyəcək ki, ay müəllim, bədii təsvir vasitələrindən ən vacibini metaforu izah etmədin. Bəli, izah etmişəm əslində dərs prosesində. Sadəcə o video silinib təəssüf ki, metafor bir əşyanın əlamətinin olduğu kimi digər əşyanın üzərinə köçürülməsidir. Hər birimizin ailəsində uşaqlar bizi quzum deyə əzizləyən bir nənəmiz var. Bax, bu quzum metafordur. Gözəlim, mələyim, yox, gözəlimi bura aid eləyə bilmərik, ancaq mələyim. Deyirik ki, ceyranım. Bayaq, məsələn, Aşın Malalan filmindən fraqmentə baxdınız. Orada deyir ki, gəl ceyranım, gəl maralım. Bax, bu metafordur. Niyə? Çünki tərəflərdən yalnız biri iştirak edir. Bənzəyən var, ancaq bənzədilən yoxdur. Bənzədilən var, daha doğrusu bənzəyən iştirak etmir. Belə olanda olacaq metafor. Nənəmiz bizə desəydi ki, quzu kimi gözəl nəvəm, bax burada bənzəyən də var, bənzədilən də var. Bu olacaqdı təşbih. Hər şey aydındır. Ancaq deyir ki, quzum, burada yalnız bir tərəf iştirak edir. Burada gizli təşbih yaradılıb. Bu olur metafor uşaqlar. Ya da deyirik ki, üzü günəş kimi gözəl qızım susmasın. Bənzəyən də var, bənzədilən də var. Qız olacaq bənzəyən, günəş olacaq bənzədilən. Ancaq desəm ki, günəşim susmasın, bu artıq olacaq metafor. Çünki yalnız bir tərəf iştirak edir. Buludun göz yaşı. Buludun göz yaşı.